Dostlar salam. Bugün biz sandbagdən danışırıq. Bu gördüyünüz studiyada istifadə olunan avadanlıq. Başqa sözlə buna çəki torbası, qum torbası da deyə bilərik. Bunu biz istifadə edirik işıqları balans etmək üçün. Yəni əgər bizim istifadə etdiyimiz işığın ağırlıq mərkəzi kənara qaçıbsa, birinci biz ağırlıq mərkəzini düzəldirik. Əsasən C standlərdə istifadə olunur. Arxa qola qoymaqla ağırlıq mərkəzini sabitləyirik. Əgər ağırlıq mərkəzini tarazlaya bilmiriksə, ayaq üzərinə də qoya bilərik. Bunlar boş gəlir. İçində hər hansı bir çəki olmur. Biz istəyə görə daş, hər hansı bir qum, ağır çəkili əşyalar, idman daşları, qantel daşları istifadə edib bunları ağırlaşdıra bilərik. Bu formada qulpları olur hər iki tərəfində. Bu belə və yaxud da belə hər iki üzün istifadə edə bilirik. Əgər çəkiliş etdiyimiz məkanda uşaqlar varsa, insanlar çox gəzirsə, naqillər varsa və yaxud bizim istifadə etdiyimiz avadanlıqlar böyükdür, ağırdır, təhlükəlidirsə, mütləq və mütləq sandbag istifadə etməyə çalışaq. Bu qədər dostlar. Əgər sizə başqa texnikalar haqqında videolar maraqlıdırsa, kanalda aşağıda linklər var. Oradan izləyə bilərsiniz. İşıqlandırma, digər avadanlıqlar, kameralar, linzalar, dayaqlar və sair mövzuda videolarımız var. Kanala abunə ola bilərsiniz. Videonu bəyəndinizsə, bəyənməyə klik etməyi unutmayın. Sağ olun, növbəti videoda görüşərik.